Artıq komandalar meydandadılar və görüşü idarə edən hakimlər briqadasıdır. Sizi tanış edim, maçın baş hakimi FIFA referisi Elçin Məmmədovdur. Ona Arıza Məmmədov və Nahid Əliyev kömək edirlər, milli dərəcəli referilər. Oyunun 4-cü hakimi isə daha bir milli dərəcəli hakim Orxan Məmmədovdur. Muharrem və Rauf Əliyev meydanın mərkəzindən oyuna başlayırlar. Elçin Məmmədovun start fiti və görüşə Qarabağ futbolçuları başlayırlar. Rəşad Sadıxov, milli komandamızın kapitanı, topu Admir Teli ötürür. Qarabağın dəyişməz iki mərkəz müdafiəçisi bugün əsasiyyətdə meydandadılar. Cəmşid Məhərrəmov topu Bəxtiyar Soltanova vuraraq meydandan çıxarır. Medvedev, Maksim Medvedev rəqibini keçir. Medvedevin qapı qarşı ötürməsi və sonunda Adil Məmmədov topu qapı xəttini uzaqlaşdırır. Çox təhlükəli ötürmə alandı Maksim Medvedevdən. Təkrarı bir daha izləyək. Cəmşid Məhərrəmova dəymişdi top sonda və qapıçını yanılda bilərdi, ancaq Adil Məmmədov bu epizodda səhvsiz oynayır. Javier Junior hazırda topu oyuna daxil etməyə hazırlaşır. Çox güman ki, düz cərmə meydançasını ötürmə edəcək. Bəli, belə dedir Javier Junior. Cavadov əks hücum yaratmaq imkanı alınmır. Javier Junior. Junior qüvvətli zərbələr var. Qapıya doğru zərbə və top dirəyin yanından keçir. Javier Junior'ın zərbəsindən sonra top qapı dirəyinin yanından keçdi və küncdən zərbə təyin edilir. Təkrarı bir daha izlədik. Javier Junior Wilson yan xəttdən top orada daxil edir. Boyan Pavloviç top uzaqlaşdırmağa çalışır. Zərbə və gol! Hesab açılır. Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda qonaqlar Bakı futbolçuları hesab açırlar. Horvat. Mario Horvat. Topu Qarabağın qapısından keçirdi. Hazırda gördüğünüz 10 nömrəli futbolçu Lucas Mario Horvat. Argentinalı. Bu epizodda Admir Teli və qapçı Boyan Pavloviç bir-birlərini başa düşə bilmirlər. Bundan maksimum istifadə edən Mario Horvat isə məcbur əvəzləmə baş komandasından Maris Verpakovskis zədələnərək meydandan çıxdı və Aleksandr Şuriç oyuna daxil oldu. Qarabağ futbolçularının hücumu Adil Məmmədov topu qapı xəttindən uzaqlaşdırır. Maksim Medvedevin artıq bu ikinci ötürməsidir ki, Adil Məmmədov topu çətinliyi ilə uzaqlaşdırır. Weston Parks bir rəqibini keçir. Çox qüvvətli futbolçudur Parks. Sağ cınaha doğru ötürmə. Çesnauskis, Bakı'nın hücumu devam edir. Davidas Çesnauskis, qapı qarşı ötürülür top. Weston Parks, qapıya doğru zərbə, ancaq bu zərbə effektli alınmır. Мы в финале.